Bakıda yerləşən İdrak liseyində baş verən silahlı insidentlə bağlı yeni və olduqca sarsıdıcı iddialar ortaya çıxıb. Xatırladaq ki, hadisə zamanı liseyin 10-cu sinif şagirdi riyaziyyat müəllimi Şəhla Kərimovaya ov tüfəngi ilə atəş açmışdı. Müəllim xəsarət almış, fakt isə cəmiyyətdə dərin narahatlıq doğurmuşdu. Ajans AZ-ın yaydığı məlumata görə Az-Edu portalı hadisənin qısqanclıq zəminində baş verdiyini iddia edib. Bildirilir ki, şagird müəllimini məhz şəxsi emosional səbəblərdən güllələyib. Musavat.com məsələ ilə bağlı portalın əməkdaşı ilə əlaqə saxlayıb və yayılan məlumatın doğru olduğu, məhz onlara aid edildiyi təsdiqlənib. Bu iddia cəmiyyətdə yeni və daha ağır suallar doğurur. Əgər doğrudan da məsələ qısqanclıq zəminindədirsə, burada təkcə cinayət faktı yox, həm də ciddi psixoloji və sosial problem var. Bir məktəbdə təhsil ocağında bilik, tərbiyə və mənəvi dəyərlərin aşılandığı məkanda belə bir emosional partlayışın baş verməsi düşündürücüdür. 10-cu sinif şagirdinin əlində silahın olması özü ayrıca faciədir. Üstəlik hadisənin arxasında şəxsi münasibət, qısqanclıq kimi motivlərin dayanması iddiası vəziyyəti daha da mürəkkəbləşdirir. Burada bir neçə mühüm məqam müzakirə mövzusuna çevrilir. Valideyn nəzarəti hardadır? Məktəbdə psixoloji dəstək sistemi necə işləyir? Yeniyetmələrin emosional vəziyyəti nə dərəcədə izlənilir? Silah necə əldə olunub? Cəmiyyət olaraq biz bu hadisəyə sadəcə kriminal xəbər kimi baxa bilmərik. Bu həm də ailə institutunun, məktəb mühitinin və ümumilikdə yeniyetmələrin psixoloji durumunun aynasıdır. Əgər bir yeniyetmə qısqanclıq kimi emosiyanı bu səviyyədə idarə olunmaz hala gətirirsə, deməli hardasa ciddi boşluqlar var. Şəhla Kərimovanın müəllim olması faktı hadisəyə ayrıca həssaslıq qatır. Müəllim cəmiyyət üçün sadəcə fən tədris edən şəxs deyil, o həm də tərbiyəçi, istiqamət verici, örnək figurudur. Belə bir insana qarşı silahlı hücum təkcə bir nəfərə yox, bütövlükdə təhsil sisteminə yönəlmiş zərbə kimi qiymətləndirilir. Hadisənin hüquqi tərəfi araşdırılır və rəsmi qurumların yekun mövqeyi əsas olacaq. Lakin istənilən halda bu olay bir daha göstərdi ki, yeniyetmələrin emosional dünyası ilə bağlı daha ciddi məşğul olmaq, məktəblərdə psixoloji nəzarəti gücləndirmək və ailə-məktəb əməkdaşlığını real mexanizmə çevirmək vacibdir. Bu hadisə məni ən çox ona görə sarsıdır ki, məktəb artıq sadəcə dərs yeri deyil, təhlükəsizlik müzakirə olunan məkana çevrilir. Əgər biz bu siqnalları vaxtında oxumasaq, sabah daha ağır nəticələrlə üzləşə bilərik. Cəmiyyət olaraq sakit qalmaq yox, düşünmək və çıxış yolu axtarmaq zamanıdır.